sigaret 160 milyon dolar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə məsələyə çox ciddi baxmaq lazım. Pis vərdişdən cəmaət əl çəksin. Bu xəstəlikdir, bu bədbəxtçilikdir, çox pis vərdişdir. Prezident xalqın qayğısına qalır. İnsan orqanizminə ziyandan başlayır. İnsanların orqanizminə ziyandır. Və 160 milyon dollar xaricə pul gedir. Sigaret Biz sigaret fabrikası tikirik. Xaricdən asılılıq azalsın. Gicdilaq deyə, hə? Bunun başı çatmır ki. Buranın olsun bunun başı çatmır. Gicdilaq deyir ki, sigaret cana ziyandır, Dalbayev sonra öz cibini fikirləşir. Deyir ki, Azərbaycanda sigaret fabrikası tikəcəyim. Sənin savadıva işim, İlham Əliyev, işim sənin savadıva. Gicdilaq da deyir ki, öz cibimi götürəm də xiyar. O danışdığın nədir? Azərbaycanda tikdiyim fabrika